Uşaqlar, bilirəm əksəriyyətiniz sözləri bilirsiniz, amma onları yan-yana düzüb cümlə qura bilmirsiniz. Elə buna görə də make-up sentensdən çətinliyiniz olur. Amma mən sizə bir düstur deyəcəm, siz bunu qeyd eləyin. Subject, üstə verb, üstə object, üstə deməli place, üstə time. Yəni nə deməkdir bu? Subjectdən sonra gəlir verb, yəni mübtədadan sonra gəlir feil, feildən sonra gəlir object, tamamlıq, tamamlıqdan sonra gəlir place, yer, yerdən sonra isə gəlir time, vaxt. Yəni ardıcıllıq belə olmalıdır. Gəlin elə birinci sualla başlayaq. Baxın, mən birinci burada nəyi tapmalıyam? Subject, yəni mübtədanı. Mənim mübtədam birinci sualda çoxlu Londonlular olar da, düzdür? Ona görə 5-i keçirdək əvvələ. A variantını çıxaq. Deməli, baxın, A-da 3-ü gətirib, place, yeri əvvələ gətirib. Ona görə olmaz. B-də söz önünə əvvələ gətirib, yanlışdır. Daha sonra 3-də yenə də yer bildirən sözü əvvələ gətirib, yanlışdır. İndi 5-lə başladıq. Daha sonra dedim nəyə gətirirəm? Verb, xəbəri. Xəbərim nədir? Like, xoşlamaq. 5-1, 5-1 hər ikisində var. Tamamlığımı gətirirəm. Nəyi xoşlayırlar? Həftə sonunu keçirməyi. Deməli 5-1-dən sonra 4. C variantı artıq yanlışdır. Çünki verbdən sonra, xəbərdən sonra sizə nəyi göstərdi burada? Yer bildirən sözü, yəni place, xeyir olmaz. Bizə feildən sonra tamamlıq lazımdır. Daha sonra isə in, Hyde Park, yəni çoxlu Londonlular həftə sonunu Hyde Parkda keçirməyi xoşlayır. Baxın uşaqlar, burada in gördünüz, ət gördünüz, on gördünüz. Ümumiyyətlə sözünə aid olduğu yerin qarşısında gəlməlidir. Yəni siz 3-dən sonra 2 verə bilməzsiniz də, 2-dən sonra 3 verəcəksiniz. Buna görə də Y variantı. Daha sonra ikinci suala baxaq. İkinci sualda yenə də əvvəlcə adam tapırıq. Adamı tapırıq ki, çünki bizə nə lazımdır? Subject. Biz tapdıq 1. 5-i çıxaq, zaman gəlib, time əvvəldə verib. Daha sonra 3-ü çıxaq, feili əvvəldə gətirib. 2-ni çıxaq, sayı əvvəldə gətirib. Baxın, biz 1-i verdik, we usually. Sonra nəyə gətirməliyik ardıca? Xəbəri gətirməliyik. Nəyidir? Feil qoyuruq. Have, yeyirik. Biz adətən yeyirik. Tamamlığımızı gətiririk. Nəyi yeyirik? Meals, yeməyi. Amma onun qarşısında baxın, burada say da verib. Bilirsiniz də, saydır, sifətdir. Bunlar ismin qarşısında işlənir. Artıq mən isimdən sonra sayı qoya bilmərəm axı. 4-dən sonra mən heç bir halda 2-ni qoya bilmərəm. 2-dən sonra 4-ü qoyaram. Azərbaycan dilində də rəqəmi deyirsən, rəqəmdən sonra isim gətirirsən. İsimdən sonra rəqəm deyilmir axı. Ona görə biz 2-dən sonra 4-ü verə, daha doğrusu 4-dən sonra 2-ni verə bilmərik. Y variantımız da yanlışdır. Ona görə deməli qoyduq, deməli 2-ni bura, daha sonra 4-ü, daha sonra isə zamanı qoyduq, yəni 5-i. Yəni biz adətən gündə 3 dəfə yemək yeyirik. A variantı. Daha sonra 3-cü suala baxaq. Yenə də mübtədanı axtarırıq, kim sualına cavab verən. Baxın, əvvəlcə cümləyə baxanda söhbətin kimdən getdiyini tapmaq lazımdır. Anardan söhbət gedir. 2-ni yazaq. Daha sonra isə xəbəri gətiririk. Nədir? Dil şəkilçisi var. 3-ü qoyaq. 2-dən sonra 3. Baxın uşaqlar, yenə sifət var. Favorite. Favorite-dən sonra writer
sözünü gətirəcəm. Çünki sifətdən sonra isim gələr, düzdür? Və mən burada my da görürəm. My da bilirəm ki, hansı ki depend formdur, yəni aslı forma. My isə isim gəlir. Yəni 5-dən sonra mən mütləq şəkildə isim verməliyəm. 5-dən sonra 1, daha sonra isə 4. Gəlin biz variantlardan çıxaq. A-da feili əvvələ gətirib yanlışdır. B-də isimdən sonra 4-dən sonra deməli xəbəri gətirib sonra sifəti tək verib. Xeyr, sifət varsa artıq sifətdən sonra isim gəlir. Ona görə B variantı yanlışdır. Daha sonra Y variantına baxaq. Y variantında da 4-dən sonra, yəni isimdən sonra sifəti ən sonda verib. Xeyr, sifət varsa sifət, daha sonra isə isim gəlir. Ona görə Y variantı da yanlışdır. Daha sonra C variantına baxaq. 5, 1, 4. 2, 3 xəbəri ən sonda verib yanlışdır. 2, 3, 5, 1, 4. Niyə? Uşaqlar, baxaq. Anar, is. Maydan sonra dedik ki, isim gəlir. May, birinci sifət, sifətdən də sonra isim. Ona görə 2, 3, 5, 1, 4. Tərcüməsində isə deyir ki, Anar is my favorite writer. Anar mənim sevimli yazıçımdır. Bu da belə. Daha sonra 4-cü sualın izahına keçək. Uşaqlar, əgər biz cümlədə var demək istəyiriksə, mütləq zera ilə və yaxud da zeris ilə başlayırıq. Ona görə biri yazaq. A variantını çıxaq, Y variantını çıxaq, B variantını çıxaq. İndi zeradan sonra isim verməliyik də. Özü cəm isim. İsmi mənim burada Cars'dır. Amma görürəm ki, orada a lot of da var və bilirəm ki, a lot of üstə sayıla bilən cəm isim gəlir. Ona görə 1-dən sonra 3, 3-dən sonra 5 verirəm. Sizcə 5-dən sonra 3 verə bilərəm mən ora isimdən sonra a lot of? Xeyr. A lot of üstə isim gəlir də. Ona görə D variantı, yəni zera, a lot of cars. Daha sonra isə nə gəlir? Place, yer bildirən söz, in the town və zaman in the morning. Səhərlər şəhərdə çoxlu maşınlar var. 5-ci sualımıza keçək uşaqlar. Baxın, burada to həmçinin deməkdir. 5-ci suala keçək uşaqlar. Baxın, burada söhbət nədən gedir? Yenə də burada subject tapmalıyam da birinci, düzdür? Hekayədən, yəni bu hekayədən. This story. 3, 2. C-ni çıxaq, Y-ni çıxaq, B-ni çıxaq. Daha sonra nəyə gətirirəm? Xəbəri nədir? Yəni 4. Daha sonra necədir? Hekayə necədir? Deyirəm ki, çox uzundur. Bilirsiniz də, to-dan da sonra adi dərəcə gəlir. To-nu da verib mənə. 5-dən sonra 1 qoya bilmərəm də mən. 1-dən sonra 5 qoyaram. 1, 5. 3, 2, 4, 1, 5. D variantı. Yəni, this story is too long. Bu hekayə çox uzundur. 6-cı suala baxaq uşaqlar. Baxın, burada are olmaq. Flowers, güllər, beautiful, gözəl, very, çox, this, bu. Daha doğrusu onlar. Üzrü sayın. İndi baxaq. Mübtədanı tapaq buradan. Söhbət hansı güllərdən gedir? O güllərdən. Onda verirəm burada mən birinci 5. Daha sonra isə güllər 2. Xəbərimi gətirib qoyuram 1. Necədirlər? Çox gözəldilər.
Verini verirəm 4. Sonra isə 4, 3. Yəni those flowers are very beautiful. O güllər çox gözəldirlər. 5, 2, 1, 4, 3. 5, 2, 1, 4, 3. A variantı. 7-ci suala baxaq uşaqlarım. Baxın, did etdi. Everything hər şeyi. By himself özü tək başına. John. Təbii ki, mübtədanı tapıram. Kim? John. 4-ü verdi əvvəldə. A variantı yanlış, D variantı yanlış, C variantı yanlış. Daha sonra isə xəbəri qoyaq. Etdi. 4-dən sonra 1. B variantı getdi. Cavab Y variantı. John did everything by himself. John hər şeyi özü etdi. 8-ci suala baxaq uşaqlar. Baxın, burada bizdə deyir ki, snowing, qar yağırdı. Əgər havadan danışırsa, hava haqqında danışanda it ilə başlayırıq. Yadınızda saxlayın. 3-ü yazaq. Daha sonra ardıca nə gəlməlidir? Xəbər. Was. Was-dan sonra ing 4. Daha sonra isə when bilirsiniz də, cümlə hansı ki bağlayıcıdır. Yazaq 2-ni bura. Daha sonra isə mübtədanı gətirək. Qonaqlar 6 və xəbərimiz 5. Yəni burada artıq when bağlayıcı kimi olduğuna görə yenidən mübtəda və xəbər. Burada cümlənin öz mübtədası xəbəri ayrıdır. Burada cümlənin öz mübtədası xəbəri ayrıdır. When bağlayır da bu iki cümləni bir-birinə. Yəni burada deməyin ki, müəllim niyə bura mübtəda qoydun? Hər iki cümlənin mübtədası xəbəri ayrıdır. Onda cümləmiz necə oldu uşaqlar? It was snowing when the guests arrived. Qonaqlar çatanda qar yağırdı. 3, 1, 4, 2, 6, 5. Yəni B variantı. 9-cu suala baxaq uşaqlar. A lot of çoxlu, zera var, gəncə, place, yerlər, interesting, maraqlı. Yenə də burada mən nə gördüm? Var, vardır. Demişdim, belə cümlələrdə birinci zeranı əvvələ gətiririk. 2. Nə var? Çoxlu yerlər. A variantını çıxaq. B variantını çıxaq. D variantını çıxaq. Baxın, çoxlu yerlər 2-dən sonra nə verirəm uşaqlar? 1-i, çünki a lot of isə isim gələrdi. 1. Daha sonra sifət görürəm. Sifət ismin qarşısında olar. 5, 4. Harada var? Gəncədə 3. 2, 1, 5, 4, 3. Y variantı. Baxın, burada C variantında 3-ün yanlışını bildinizdə niyə oldu? 1-dən sonra 3 verib, a lot of-dan sonra isim verməli idi. Sənə məkan bildirən, yer bildirən sözü verib, yanlışdır da. Daha sonra 4-dən sonra götürüb burada 1 verib. Bax, belə suallarda uşaqlar rahat çıxdaşla tapa bilərsiniz. 4-dən place-dir, isimdən sonra a lot of verib. Xeyr, a lot of-dan sonra isim olar. Yəni 1-dən sonra bizə götürüb 4 verər. 4-dən sonra 1 verməz. Yəni isim istə a lot of olmur. C variantı ona görə yanlışdır. Y variantı. 10-cu suala baxaq uşaqlar. A və Tim bizim komandamız. Last keçən, won qazandı, time dəfə, the game oyun. Yenə mübtədamızı birinci tapağım. Kim? A və Tim bizim komandamız. Nə etdi? Qazandı. 1-dən sonra 3. C variantı. Baxın, cümlənin ardı artıq özü gəldi. A və Tim won. Nəyi qazandı? The game. Nə vaxt qazandı? Last time. Bizim komandamız keçən dəfə oyunu qazandı.
Baxın, bu qədər bəsit. On birinci suala baxaq uşaqlar. Süleyman Rüstəm, a famous, məşhur, is, olmaq, Azərbaycanlı poet, şair. Kim? Süleyman Rüstəm. Subject gətirdi əvvələ. Nədir? Is. Daha sonra kimdir? Məşhur Azərbaycan şairi. Deməli, a famous sifətdir. Sifətdən sonra yenə ismi verirəm. Düz uşaqlar? Yəni 2-dən sonra 4, 4-dən sonra isə 5-i verirəm. 1-3-də elə uşaqlar bir dənə baxın, C variantındadır. Qalan hamısı yanlışdır. Süleyman Rüstəm is a famous Azərbaycan poet. Süleyman Rüstəm məşhur Azərbaycan şairidir. On ikinci suala baxaq uşaqlar. Baxın, burada mübtədamız kimlər? Onlar. 5 Z idi. C variantı getdi, Y variantı getdi, D variantı getdi. Daha sonra Z-dən sonra xəbəri gətirməliyik və cümləmizin davam edici zaman formasında olduğunu görürəm. Yəni 1 və 6. 6-dan sonra 1 gəlməzdə 1, 6. Hara sürürdülər? Mən orada demişdim ki, düstur necə idi? Subject, verb, object, place. İndi biz yeri tapmalıyıq. Hara sürürdülər? Evə, 3. Daha sonra isə demişdim, uşaqlar gəlir time, vaxt. Nə zaman? Bilirsiniz də, burada at 5 o'clock yesterday idi. Bunu ayıra bilmərəm. 2, 4. 5, 1, 6, 3, 2, 4. A variantı uşaqlar. Baxın burada. At 5 o'clock yesterday'nin arasına home, ev girib, cümlə quruluşu yanlışdır. Ona görə doğru variantınız A variantı. 13-cü suala baxaq uşaqlar. Baxın, burada birinci mübtədamızı tapaq. Mübtədamız ola bilər buradan ay, mən. C variantını çıxaq, D variantını çıxaq, Y variantını çıxaq. Mən nə edirdim? Was reading, oxuyurdum. 6-dan sonra 1-i verə bilmərəm də, 1-dən sonra 6 verərəm. Keçmişin davam edici zaman formasındadır. Bunları ayıra bilmərik. Nəyi? Xəbərdən sonra gəlirdi tamamlığımız. Nəyi oxuyurdum? Kitabı. 6-dan sonra 3. 5, 1, 6, 3. Baxın, burada 6-dan sonra 2 verib. Yəni, feildən sonra bizə time, vaxtı verdi. Xeyr, vaxt sonda gəlirdi. Ona görə də A variantı yanlışdır, B variantı. I was reading a book at 3 o'clock yesterday. Dünən saat 3-də mən kitab oxuyurdum. Yenə də 14-cü sualda daha doğrusu mübtədamızı tapaq birinci. Kimlər? Uşaqlar. Children gətirək əvvələ. C yanlış, Y yanlış, D yanlış. Children'ı verdik. Daha sonra isə xəbəri gətirək. Were playing. Baxın, A variantında 3-dən sonra tamamlığı gətirdi. Were playing verməliydik. Nə edirdilər? Oynayırdılar. Nəyi oynayırdılar? Gizlənqacı. Artıq mən burada 3-dən sonra 5, 5-dən sonra 1 verirəm. Yəni feildən sonra tamamlığı verirəm. Amma A variantında sizə uşaqlar the children'dan sonra xəbər deyil də birbaşa tamamlığı verdi. Yanlışdır. Ona görə B variantı. The children were playing hide and seek in the playground yesterday. Dünən uşaqlar meydançada gizlənqac oynayırdılar. 15-ə baxaq uşaqlar. Yenə də burada
Mübtədanı tapaq. Kimlər? The girls, qızlar. A yanlış, Y yanlış, D yanlış. Sonra xəbəri gətiririk yenə. Were playing, oynayırdılar. Nəyi oynayırdılar? Tenisi. 4, 2, 1. B variantını çıxaq. C variantı. B variantı niyə yanlış oldu? 4, 2. Xəbərdən sonra yenə sizə zaman bildirən sözü gətirdi. Yəni time. Time bizə sonda verməli idi. Ona görə doğru variant C variantı. 16-cı suala baxaq uşaqlar. Uşaqlar 16-cı sualda siz çaşa bilərsiniz niyə? Mən burada həm Mrs. Johnson görürəm, həm də ki she. Yəni deyə bilərsiniz ki, müəllimə necə olur bir cümlədə 2 dənə mübtəda var və mən bunlardan hansını birinci gətirməliyəm? Yadınızda saxlayın ki, ingilis dilində cümlənin sahibini, sahibi bilinir də kimdir? Mrs. Johnson'dur. Cümlənin sahibini həmişə ən başda deməliyik. Çünki söhbətin kimdən getdiyini bilək də. Əgər mən she-ni versəm ora əvvəldə, söhbətin kimdən getdiyini bilməyəcəm. Birinci cümlənin əvvəlinə sahibi qoyaram, daha sonra danışaram ki, hə, artıq ondan söhbət gedir. Başa düşdünüz uşaqlar? Ona görə belə suallarda sizə şəxs veribsə, daha sonra she veribsə, she-ni deyil də birinci cümlənin sahibini əvvələ gətirirsiniz. Ona görə A variantını çıxıram, B variantını çıxdım. 1-i əvvələ gətirirəm. Xəbərlə başlamaz cümlə Y variantında çıxdım. Qaldı C ilə D. 1-dən sonra nəyi gətirdim? Xəbəri was. Şöyle bir dənə C variantında 6-ya diqqət eləyin. Mən 6-da she-ni sona gətirsəm, she-dən sonra xəbər gəlməlidir axı. Bu müstəqil yerli əvəzi deyil. Niyə she-ni sona versin? C variantı da yanlışdır. Cavab D variantı. 17-ci suala baxaq uşaqlar. Deməli, sual sözümüzü gətirdik. What. What-dan sonra isə verdik E2, yəni 4, 2. Sonra isə köməkçimiz gəlməlidir 1. Köməkçidən sonra isə Azərbaycan vətəndaşları gəlməlidir. Yəni 5, 3. Daha sonra isə xəbəri verməliyik 6 əsas fe'limizi. Yəni D variantı. 18-ci suala baxaq. 18-ci suala baxaq uşaqlar. Bu cümlə biraz nəsihət verici cümlədir. Necədir? Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim. İngilis dilində bu tip nəsihət verici cümlələr uşaqlar çox vaxt birbaşa feillə, yəni əmrlə başlayır. Yadınızda saxlayın. Show me belə olacaq cümləniz. Show me who your friend is and I shall tell you who you are. Sən kimsən? Dostunun kim olduğunu mənə de, sənin kim olduğunu deyim. Yəni uşaqlar doğru variantınız əmrlə başlayan bir dənə burada show me C variantıdır. Suala baxaq uşaqlar. Baxın, mübtəda verib də people, onu ən axırda verməz. Mübtəda tam əksinə əvvəldə gələr, yəni bir əvvəldə gəlməli idi. Daha sonra əndə baxaq uşaqlar. Ənd nə etməlidir? Cümləni bağlayır da, düzdür. Onda biz verməliyik a lot of patience and kindness. Yəni əndi birinci verib, sonra iki sözü belə sıra ilə söz sırası kimi ardıcıl verməz də. Yəni bunların arasına ənd girməli idi. Ona görə 6, 3, sonra 5 olmalı idi Y variantı. 20-ci suala baxaq. Mübtəda isə xəbəri zaten verib 1. 2-ni çıxaq. Fromdan başlamaz. 2-ni çıxaq. 1 Ali deməli gördü, sezdi. Fərqinə vardı deyək. Fərqinə vardı ki zətdən sonra nəyi verməliyik uşaqlar? Mübtədanı başlatmalıyıq. Nəyin? Səsin. 4-dən sonra verməliyik 6-nı.
Yəni Z-dən sonra birbaşa xəbəri verməz də. Was coming gəlməz, yanlışdır. Not sonra was coming olmaz. Biz ikinci qrup feildən sonra bilirik ki, obyekt girər, sonra ainci olardı. Yanlışdır. Ona görə doğru variantımız C variantıdır. 21-ci suala baxaq uşaqlar. Kimlər uşaqlar 4 nə edirdilər? Been swimming üzürdülər. Harada? In the pool, hovuzda. Baxın, ini işlətdim. Aid olduğu yerin qarşısında. Nə qədər müddətdə? For 2 hours. Yəni 3 və 5. 4, 2, 1, 6, 3, 5. D variantı. Uşaqlar 2 saatdır ki, hovuzda üzürlər. 22-yə baxaq uşaqlar. 22-ci sualda uşaqlar rahat yol necə tapa bilərsiniz? 2-də bilirsiniz ki, if-dən sonra gələcək zaman gəlməz. Onda 2-dən sonra 6 harda gəlibsə silək. D variantı olmaz, gələcək zaman olmaz. C variantında verib olmaz. A variantında verib olmaz. Daha sonra 2-yə baxın uşaqlar. Z-dən sonra 2-dən sonra 4 verib. Z-dən sonra bizə burada enough water verib. Xeyr, Z-dən sonra feil gəlir. Y variantı da olmaz. Doğru cavab B variantı olacaq. Daha sonra 23-ə baxaq. 23-də də dediyimiz kimi if-dən sonra gələcək zaman gəlməz. 2-dən sonra 6 gələnləri çıxaq. A variantı olmaz. Daha sonra cümləmizin mübtədasına baxaq uşaqlar. Nə? Sağlamlıq riskləri. 5-dən başlayaq cümləmizi. Daha sonra nə edəcək? Will increase, artacaq. 5-dən sonra verirəm 6, 6-dan sonra 3. Baxın uşaqlar, 6-dan sonra burada ainci verib. 5, 6, 4. Xeyr, will-dən sonra ainci gəlməz. Daha sonra 5, 6, 3 dənə D variantındadır. Yəni, health risk will increase if people don't stop polluting. Hansı ki, insanlar çirkləndirməni dayandırmasalar, sağlamlıq riskləri artacaq. 24-cü suala baxaq uşaqlar. Baxın, kim? Abbasqulu Ağa Bakıxanov. 3-dən başlayaq cümləmizi. Mübtədanı axırda verməz. A variantı yanlışdır. Daha sonra baxın uşaqlar, 4-dən sonra 3 verməz. Çünki xüsusi ismin qarşısında artikl olmaz. 4-dən sonra 3 Y variantında verib. 4-dən sonra 3 D variantında verib. Daha sonra isə sifətdən sonra isim verər də. Zəngin miras. 4-dən sonra 5 verməliyik. B variantında çıxaq. C variantı. Deməli, mübtədadan sonra gəldi xəbər 3-1. C variantı tam doğrudur. Nə deyir? Deyir Abbasqulu Ağa Bakıxanov in numerous, çox saylı sahələrdə neyniyib? Zəngin bir miras qoyub getmişdi. Tam doğru variant C variantıdır. 25-ci suala baxaq. Nizami Gəncəvinin baxın bu yəli-yaldı isim tələb eləyir. Nizami Gəncəvinin əl yazmaları 2-dən sonra 1. Daha sonra xəbəri verirəm. Saxlanılır, qorunur. 2-dən sonra 1, daha sonra 3. Y variantı uşaqlar. Nizami Gəncəvinin əl yazmaları necə oldu? Dünyanın
məşhur kitabxanalarında qorunub saxlanır. 26-cı sualı uşaqlar məncə çox rahat şəkildə tapa bilərsiniz. Kimlər? Şagirdlər 4. Daha sonra xəbərə verək 5. Siz passive voice-dən də bilirsiniz ki, ing olduqda being qoyulur 3. Daha sonra isə feilin üçüncü forması 6. Kim tərəfindən? İmtahan, tələbələr imtahan götürənlər tərəfindən imtahan edilirlər. Yəni 3, 6 və 2, 1. 6, 2, 1 D variantı. 27-yə baxaq uşaqlar. Burada da verə bilərik. Kim? Oğrular 4. 4-dən sonra xəbəri verirəm 5. ing qoyuram 3, sonra 6 izlənilir. Kimlər tərəfindən? By the police, polis tərəfindən. 2, 1. Doğru variant C variantı. 28-ci suala baxaq uşaqlar. Baxın, bayaq dedim sizə in, at, on. Bunlar aid olduğu yerin qarşısında gəlir. Yəni sonda boş gələ bilməzlər. D variantı yanlışdır. Cümləmiz mübtədası aydı, mən 4 ilə başlamalıdır. Universitetlə başlaya bilməz. Ona görə 5-i çıxıram. Y variantı getdi. For the university olmaz. C variantı yanlışdır. Biz for-u harda işlədirik? Zamanın qarşısında, yəni for 2 years verməliyik. 2 ildir ki, deyir mən universitetdə işləyirəm. Onda mən 3-dən sonra 6-nı verməliyəm. Amma mənə burada B variantı 3-dən sonra 5-i verib, yanlışdır. 4, daha sonra isə mən xəbəri gətirirəm 2. Harada işləyirəm? At the university, yəni 1 və 5. Gördünüz, at aid olduğu yerin qarşısında işlənməlidir. For 2 years. 3 və 6. Cavabımız A variantı. 29-cu sualda da kimlər? They, onlar. 4-ü verək. Nə edirdilər? Have been gathering. 4-dən sonra 2 toplayırdılar. Nəyi? Göbələkləri verək 5-i. 4, 2, 5. Harada toplayırdılar? Meşədə 1. Neçə saatdır? For 2 hours. Sonda isə time, vaxtı veririk. 3, 6. Baxın B variantı. Otuzuncu suala baxaq uşaqlar. 30-cu sualda for 3-ün nə üçün? İmtahan üçün ola bilər də. Düzdür? 3, 5. Baxaq 3, 5 harda var? A variantında 3, 1 qoyub for she. Daha sonra she-dən sonra feil gəlməlidir. Hard verib. Yanlışdır. Sonra 3, 5 C variantında var. Amma cümləmiz mübtəda ilə başlamalıdır. Yəni imtahan üçün olmaz. 5, 3 verib. The final exam for olmaz. For the final exam olar. İmtahan üçün dediyim kimi D variantı da yanlışdır. Cümləmizə başlayarıq. Nə ilə? Mübtədamız nədir? She. 2. Daha sonra modal verib bizə burada 4. Çalışmalıdır. 1. Necə çalışmalıdır? Çox çalışmalıdır. Yəni hard. 6. Nə üçün? For the final exam. İmtahan üçün. O final imtahanı üçün çox çalışmalı oldu. Ona görə 2, 4, 1, 6, 3, 5 B variantı. Cümləmizin mübtədası dediyim kimi she ilə başlamalıdır. B. 31-ə baxaq uşaqlar. Kim? O. He.
Nə etməli oldu? Had to. Yenə də modal. Ardıcı hərəkət olmalıdır modalın yanında. Work. 2, 4 və 1. Baxın uşaqlar. Həddən sonra 10 verib. Hərəkət olmalıdır modal feilin yanında. Doğru variantımız C variantı. 32-yə baxaq. Kimlər? Mübtədamız nədir? Workers, işçilər. 3. Sonra xəbəri verməliyəm. 1. C-ni çıxaq, Y-ni çıxaq, D-ni çıxaq. Nəyi? This stadion verməliyəm. 6, 2. Uşaqlar, sizcə görün 2, 6 olar. This-i qoyar da ismin qarşısına. İsimdən sonra this verməz axı. Ona görə A variantı. Düzcə baxaq uşaqlar. Kimlər? Sportsmen. 2. Daha sonra yenə xəbəri gətiririk. 5. C getdi, Y getdi, D getdi. 2, 5-dən sonra yenə tamamlığımız nəyi? Beyzbol. 3. 2, 5, 3. A variantı. Dediyim kimi for 20 minutes olmalıdır. Amma 6-dan sonra 3 verir. Beyzbol üçün yanlışdır. Yəni belə olur da, the sportsmen have been playing baseball at the stadion for 20 minutes. İdmançılar 20 dəqiqədir ki, stadionda beyzbol oynayırlar. 34-cü suala baxaq uşaqlar. Mübtədamız nə olacaq bizim burada? She. Yəni 2 ilə başlanılmalıdır cümlə. A variantını çıxaq, C variantını çıxaq, D variantını çıxaq. 2-dən sonra xəbəri verməliyik. 2-dən sonra veririk 5-i. Onlar məşq edirdilər. Nə üçün? Yarış üçün. Deməli, biz 6-dan sonra 1-i verməliyik ki, yarış üçün. Yəni 1-dən sonra 6 olmaz. 6-dan sonra 1 olar. B variantı yanlışdır. Cavabımız Y variantı. 35-ə baxaq. Burada da bizim mübtədamız Z idi, 4. Daha sonra isə xəbəri veririk 2. C variantını çıxaq, Y-ni çıxaq, D-ni çıxaq. Onlar hazırlanırdılar. Nə üçün? İmtahan üçün. Yəni 5-dən sonra 1 verirəm. Baxın 6-nı gətirib bura. Vaxtı, yəni time. Time uşaqlar ya əvvəldə olar, ya da ki cümlənin sonunda olar. Heç vaxt cümlənin ortasına gələ bilməz. B variantı da yanlışdır. Doğru variantınız A variantı. 36-cı suala baxaq. Burada sizin mübtədanız nə olacaq? Z. 6-nı gətirək əvvələ. C variantını çıxaq, B variantını çıxaq, D variantını çıxaq. 6-dan sonra bəli gəlir 3. Daha sonra onlar məşq edirdilər. Deyə bilərik, nə üçün məşq edirdilər? Bu dans üçün, düzdür? This dans verməliyik də 1-dən sonra 4. Uşaqlar, dediyim kimi, işarə əvəzliyindən sonra isim gələr. İsimdən sonra işarə əvəzliyi gəlməz. 4-dən sonra 1 verə bilmərik. Ona görə doğru variantımız olacaq burada Y variantı. 37-ci sualda da baxaq. Kimlər? D, onlar. 4-ü gətirək əvvələ. Sonra isə xəbərimizi verməliyik. 4, 2. C olmaz, Y olmaz, D olmaz. Onlar edirdilər. Nəyi edirdilər? Məsələn, tamamlığımızı veririk burada. Golf. Deməli, 2-dən sonra veririk 5-i. 4, 2, 5 A variantı. 39-cu suala baxaq uşaqlar.
Baxın uşaqlar, mən burada when bağlayıcısı görürəm. When bağlayıcısını biz cümlənin sonuna qoya bilmərik. Çünki when demişdik ki, iki cümləni bir-birinə bağlayır, bağlayıcıdır. Onda mən baxın D variantını çıxın. Niyə? Çünki axırda when-i verir, verməz axırda. Daha sonra baxın A variantında 2-dən sonra 1 verib. 2-dən sonra o deməkdir ki, he-dən sonra götürüb məkan bildirən söz verib. Xeyr, he-dən sonra feil gəlir. Daha sonra baxaq. 2, 2-dən sonra 7, 7-dən sonra 3, 4. Baxın B variantında 5-dən sonra 8-i verib. Mübtədadan sonra bizə xəbər verməli idi. Ona görə B variantı da yanlışdır. Daha sonra C variantına baxaq uşaqlar. C-də amma 7-dən sonra 5 gəlib. 7-dən sonra o deməkdir ki, 5. Feildən sonra mübtədanı verib. Xeyr, mübtəda üstə xəbər olar. Ona görə 7 5-də yanlışdır. Cavabınız Y variantı. Baxın uşaqlar, belə çıxdaş edərək də tapa bilərsiniz. Məsələn, gəlin 40-cı suala baxaq. 40-cı sualda baxın want var. Want 3-cü qrup feildir də 8. 8-dən sonra deməli bir obyekt gəlməlidir, sonra to-lu feil qoymalıdır. Kompleks obyektdə biz bilirik. Məsələn, 8-dən sonra we verə bilməz, 8-dən sonra they verə bilməz. Yadınıza gəlir, biz kompleks obyektdə demişdik ki, onlardan sonra modal gəlir. Ona görə biz 8-dən sonra 3-dür, 5-dir, harda görsək çıxaq yanlışdır. 8-dən sonra nə verərik? Obyekti verərik 2. Daha sonra bilirəm ki, want-dan sonra to-lu gəlir. 8, 2, 7 olan variantları saxlayaq. Baxın 8-dən sonra 5 verib. Want-dan sonra we gəlməz axı. Bizə obyekt lazım idi, as olmalı idi. A variantı yanlışdır. 8-dən sonra 6 verib. Want-dan sonra ingli feil gəlmir, to-lu feil gəlir. 8-dən sonra 6-nı çıxın. Daha sonra cümləni başlayıb uşaqlar what are going. What are going ilə cümləni başlaya bilməz. Bizə cümlədə mübtəda lazımdır. Bizə cümlədə mübtəda lazımdır. Ona görə we ilə başlamalıyıq. Biri çıxaq. Baxın B, C-də eyni gəlib bura qədər. Amma gəlin biz görək 6-dan sonra 3 gəlir, yoxsa 3-dən sonra 6 gəlir. Baxın hələ. Görün 6-dan sonra orada 3 gəlir, 3-dən sonra 6. Sizcə xəbər üstə Z olar, yoxsa Z-dən sonra ar olar? Biz arı nə vaxt əvvələ keçiririk sual cümlələrində? Onda biz Z-dən sonra arı verərik də, təsdiq cümləsidir bu. Yəni 3-dən sonra 6 gəlir. Ona görə B variantı da yanlışdır, C variantı. Qırx birinci suala baxaq uşaqlar. Uşaqlar, cümlədə zaman bildirən söz var. At least, sonda. Biz bunu əvvəldə də verə bilərik, ən sonda da verə bilərik. Əvvəldə versək, bundan sonra biz sual veririk ki, kim nə etdi? Mübtədanı tapmalıyıq. 4-dən sonra onda verək, o dedi. Mübtədamız 6-dır və xəbəri verib yanında. 4-dən sonra 6-nı verməliyik. O dedi, nəyi dedi? O dedi ki, zətlə ayırdım cümləni. Zətdən sonra artıq digər tərəfdə cümlənin öz mübtəda xəbəri gələ bilər. Dedi ki, vaxtıdır, nəyin vaxtıdır? It was time. 3-dən sonra veririk 1-i. 4, 6, 3, 1. Yəni B variantı.
Məsələn, C-yə baxın uşaqlar. Zaman bildirən sözdən sonra birbaşa zət gələ bilməz. Zət iki cümləni bir-birinə bağlayır. Zətin bir tərəfinə mübtəda xəbər oldu. Zəti qoydum, digər tərəfdə isə cümlənin yenə öz mübtəda xəbəri olmalıdır. Üçdə zət ən sonda işlənə bilməz. Bayaq B-ni necə çıxdıq, indi də 3 ilə çıxmalıyıq. Daha sonra yenə də zət ortada olmalı idi ki, cümləni bağlasın. Zətdən sonra verdi sənə at least zaman bildirən söz. Yanlışdır. Cümləni zətlə başlaya bilməz, D yanlışdır. Ona görə doğru variantınız B variantı. Daha sonra 42-ci suala baxaq uşaqlar. 42-ci sualda biz yenə də nəyi axtarmalıyıq? Mübtədanı. Mübtədamız burada bizim nə ola bilər? Jack. Biri verək. Xəbəri qoyaq. Üçüncü şəxsin təki və feilin sonluğunda S. Deməli, birdən sonra biz 3 verməliyik. A yanlış, Y yanlış, D yanlış. Daha sonra birdən sonra 3. B-ni verək. Yenə də iki cümləni birlikdə bağlasın. 4-dən sonra isə biz xəbəri keçirtməliyik əvvələ. Xeyr, mübtəda olmalıdır, daha sonra xəbər gələr. 4-də V-dən sonra birbaşa xəbəri qoydu. C variantı da yanlışdır, doğru variant B variantı. Qırx-üçə baxaq uşaqlar. Nə ilə başlaya bilərik cümləni? Sənlə. A variantına çıxım. Şəxs əvəzliyini sona verməz. While bağlayıcını ən sona verməz. Cümləmiz xəbərlə başlaya bilməz. Baxın, 3, 4, 5, 1 hər ikisində var. İndi görək 6-dan sonra 2 gələr, yoxsa 2-dən sonra 6 gələr? 2-də yaşlı insanlarla deyir. Deməli, bu sonda gəlməlidir də. Deyir ki, sən daha nəzakətli olmalısan yaşlı insanlarla danışarkən. Yəni, speaking to elderly people. 6-dan sonra 2 verməliyik. B variantı da yanlış, C variantı. 44-cü suala baxaq uşaqlar. Burada biz bilirik ki, whose üstə isim gələr. Onda 1-dən sonra 3-ü çıxaq. Whose üstə we verib. Baxın, 1, 3. Burada 1, 3 var. A variantı yanlışdır. 1-dən sonra 7-ni çıxaq. Whose üstə feil gəlib. Yanlışdır. Books whose verib. Whose üstə books olar. 2-dən sonra 1 verib. Yanlışdır. Daha sonra cümləni başlaya bilərik uşaqlar nə ilə? We ilə. We mübtədadır. Biz nə edirik? Are discussing, müzakirə edirik. 3-dən sonra verək 4-ü. Y variantı da yanlışdır. Doğru variantımız D variantı. 6-cı suala baxaq uşaqlar. Baxın, burada 2-dən sonra bizə 5-i verməz. Çünki mübtədadan sonra xəbər olar. Xəbərdən sonra mübtəda olmaz. Ona görə 2 5-ləri çıxaq, yanlışdır. Doğru variantımız qaldı Y variantı. 46-cı suala baxaq. 46-cı sualda zaman bildirən sözü, yəni to-da-yı həm cümlənin əvvəlinə gətirmək olar, həm də ki cümlənin sonuna. Amma ortada işlənməz. 2-ni ortada verib yanlışdır. İndi baxaq, görək cümləmizin mübtədası nə ola bilər? Baxın, to-da-yı gətirdik əvvələ, 2-ni verdik. Daha sonra nə? İngilis.
2-dən sonra verdik 4-ü. Sonra isə xəbəri veririk. 5-i. 5-də izamı hələ tamamlanmayıb. Xəbərin tamamlanması üçün biz 1-i də gətirməliyik də. Danışılır və öyrənilir. Məchuldur. Artıq zən burada müqayisə eləyir. Düzdür uşaqlar? Verdim zən. Niyə? Digər dillərdən. 3, daha sonra isə 6. Yəni 2, 4, 5, 1, 3, 6 A variantı. 47-ci suala baxaq uşaqlar. Baxın uşaqlar, 4-dən sonra 5 gəlib burada. Aydan sonra you verməzsə, personaldan sonra personal gəlməz. Bilirik ki, personal şəxslərdən sonra feil gələr. Daha sonra burada of varsa artıq isim bura keçirdə bilirsiniz. Consists of 3 parts. 3 hissədən ibarət. Yəni 3-dən sonra 7 verməliyik. 7-dən sonra 3 gəlməz. Daha sonra baxaq. The book 4 ay advice. Aha. Baxın uşaqlar, mən əgər burada 1-i versəm Zebuku, bu Zebuk cümlənin ortasında belə gələ bilməz. Cansız isimdir axı. Ona görə o mütləq şəkildə which-lə ayrılmalıdır. Yəni true read-dən sonra, infinitive-dən sonra mən book-u belə qoysam, gərək onda o which-lə ayrılmalıydı. Ona görə cümlənin ortasında belə işlənməz. Elə 1-i atarıq, yəni Y variantına. Daha sonra isə mübtədamızı gətirərik. Mübtədadan sonra isə xəbəri verərik. Xəbərdən sonra isə feildən sonra gəlir obyekt. Ona görə Y variantınız tam doğrudur. 48-ci suala baxaq. Baxın, zaten bizə xəbər, mübtədadan sonra xəbəri qoyub 4-də. Ona görə elə 4-ün özü ilə başlayırıq. Biz üzə bilmədik. Harada 4-dən sonra verdik 1-i. 4, yəni ində rivə çayda. 4 1-də elə bir dənə Y variantındadır. Axır ki, bir dənə rahat sual gəldi. Daha sonra 49-cu suala baxaq. 49-cu sualda cümlənin mübtədası verdik she. 2-ni gətirdik əvvələ. She-dən sonra xəbərimizi qoyduq does. Does-ı amma belə köməkçi kimi gətirib. Yəni yanında əsas feili olmalıdır. Əsas feili də ki, not. 2-dən sonra 4, daha sonra isə 6. Və when cümlənin bağlayıcısını gətirdim. İndi mən sizə demişdim də, when-dən sonra artıq cümlənin ikinci hərfi öz mübtəda və xəbəri olmalıdır. Mübtəda daha sonra xəbər. Yəni when-dən sonra birbaşa artıq xəbər burada gələ bilməz. Yəni 1-dən sonra birbaşa 5 gələ bilməz. Mübtəda sonra xəbər olmalıydı. Cavabımız ona görə qaldı nə? C variantı. Baxımıza baxaq uşaqlar. Mübtədamız kimdir? Mr. John. 4-ü gətirək əvvələ. 4, 1, 2. Baxın 2-dən sonraya baxaq. 3, 6 var, 6, 3 var. Sizcə xəbər sizə mübtəda olar, yoxsa mübtəda sizə xəbər olar? Təbii ki, 6-dan sonra 3 verməzsə, 3-dən sonra 6 verər. Ona görə B variantı.